Xəbər verdiyimiz kimi, bugün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına mayın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. İmtahanda 3 nəfər 95,5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib. Magistratura üzrə ən yüksək bal toplayan Aydan Süleymanova, Nicat Əliyev və Dilşad Musayevadır. İmtahanda 95,5 bal toplayan Aydan Süleymanova Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə İxtisası üzrə Beynəlxalq İqtisad Məktəbi fakültəsində bakalavr təhsil alır. Nicat Əliyev isə Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.